Hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən geniş miqyaslı əməliyyat nəticəsində Azərbaycandan Gürcüstana keçən 80 milyon lari dəyərində 250 kiloqram heroin ələ keçirilib. Təhqiqatın nəticələrinə görə sözü gedən əməliyyatda Gürcüstanın 2 vətəndaşı saxlanılıb. Hər iki şəxs narkotik cinayətlərinə görə əvvəllər də məhkum olunmuş şəxslərdir. Əməliyyat zamanı polis Batumi şəhərində yerləşən iqtisadi zona ərazisində bir yük maşınını yoxlayıb. Yük maşını gömrük sənədlərinə görə yaş salfetlərlə dolu olub və qonşu ölkədən Qırmızı Körpü gömrük buraxılış məntəqəsindən Gürcüstana daxil olub. Yoxlama zamanı yaşıl salfet paketləri arasında gizlədilmiş 250 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə araşdırma başladılıb, saxlanılan şəxsləri 20 il və ya ömürlük həbs cəzası gözləyir.